Değerli izləyicilər, hamını salamlayıram. Budur bizim növbəti gün və növbəti tıraş videonun çəkilişi başlayıram. Deməli, bugünkü tıraşın səbəbkarları olacaqlar. Başlayaq fırçadan. Yoldaşlar, fırça olaraq olacaq bizdə Yaginin belə bir porsuqdan olan 24 milli nodla olan. Mən bunu sıxım, rahat görsədim sizə. Artıq isti suya salmışam ki, biraz yumuşalsın. Budur. Görə bilirsiniz? Hə, görə bilirsiniz. 21 nod. Təmiz porsuq qılından olan belə bir fırçadır. Barber belə style'dadır. Düşündüm ki, çeşit üçün olsun kolleksiyada. Üstəgəl sapı kifayət qədər uzundur və əllər, barmaqlar bulaşmır. Bulaşmır bu biz köpük yaradanda, üzrlü sayın. Sonra növbəti iştirakçımız olacaq Bruno Banani və dərhal təqdimatdan sonra mən bunu üzümə çəkirəm. Bu deməli hidrofil yağlarla zəngin olan bir, bilmirəm, many functional bir saçda yazılıb shaving cream, amma shaving cream deyil. Mən bunu pre-shave kimi istifadə edirəm. Ola bilsin hansısa bərbərlər bunu shaving cream kimi istifadə etsinlər, amma bu daha çox shaving gel belə deyək kimi işlənilə bilər, sürüşkənlik verir və bərbərlər görürlər harada kontur vururlar, çünki rəngsizdir. Düşünürəm. Amma belə, nə bilim valla, bunu tıraş zamanı istifadə etmək nə dərəcədə ancaq pre-shave kimi əladır. Yəni, çox gözəldir, hidrofil yağlarla zəngindir, dərini həm nəmləndirir, həm üstəgəldə nəmləndirmədən savayı sürüşkənlik verir. Bir sözlə, biraz narahatam niyə görə? Çünki bizim əsas iştirakçımız bəli olacaq, deməli Orxan abi bizim bu kanal üçün təqdim elədiyi, biraz öncə mən bildiyim qədər bizim kanalda artıq bu tıraş alət haqqında deyilib. Gillette Old Type açıq, yəni daraq open comb sayılır və mən buna yerləşdirəcəyəm Silver Blue adlı tiyələri. Niyə Silver Blue? Silver Blue artıq olacaq ikinci istifadədə. Keçən tıraşdan qalan bir tiyə durub. Adətən mən bir dəfə tıraş edib, deməli bu orta səviyyədə olan belə tiyələri atıram. Amma bu dəfə saxladım məhz bu Gillette Old Type üçün. Niyə? Çünki bu köhnə növ, belə deyək, keçmişin üz qırxanları hansısa bir komfortluqla seçilmirlər. Ümumiyyətlə, yəni ki, minimum dərəcədə deməli tiyəni əyirlər. O nə deməkdir? Yəni siz üzünüzdə onu kifayət qədər normal hiss edəcəksiniz. Sapı demişdim, öz sapını istifadə etməyəcəyəm və qərara gəldim ki, bu Shield Razor'ın belə bir də qəşəng yüngül xırda çox qəşəng belə naxışı ilə, flanı ilə olan bir dənə sapım var. Bunu istifadə edəcəyəm. Çünki öz sapı artıq demək olar ki, axırıncı günləri yaşayır. Düşündüm ki, yəni ki, istifadə etməyib. Çox ehtiyatla sıxırıq, tam sıxmırıq. Azca, məncə bəsdir. Budur. Wow. Tiyə deyim ki, hər iki tərəfdən eyni qədər çıxmır yoldaşlar. Bir tərəfdən biraz çox çıxıb, bir tərəfdən biraz oyun oynayaq. Belə tutuzdurdum. Yox, tuzduranmadım, amma neyniyək? Yəni, hər iki tərəfdən eyni olmadı. Düşünürəm, bir pərdə böyümə istiqamətdə oynanda bitirək söhbəti. Bəlkə deyirəm, bir dənə də 140 burada hazır saxlayayım. Tamamlamaq üçün tıraşı. Hiss edirəm ki, tıraş yəni ki
işler yani ki biz hesap ettiğimiz senaryo ile başka böyle çok agresif olsa burada elimin altında hazır durur. Shield Razors'ın böyle gem tiyalarla olan böyle üz qırxan artık tiyası da yerindədir. Yəni kifayət qədər effektiv bir üz qırxandır. Old type ilə üzümü qırxa bilməsəm, yəni dərhal keçəcəyəm həmin o üz qırxanı. O biri deməli aksesuarlara keçək, sabun olaraq olacaq Yaginin belə təzə bir sabunu. Adı gedək X Ruizdir, nədir belə? Qoxusu çox xoşuma gəldi və düşündüm ki, birinci məsələ bundan başlayaq. Yaginin o təzə aldığım sabunların testini bir nə qədərsə qaşıqla götürəcəyəm. Deməli buradan üzüldü say. Aha. Çox oldu. Elə gəl ki, bu qədər bəsdir. Gördüyünüz kimi. Və tez bir zamanda bizim bu qabın dibinə bunu yapışdırırıq. Budur sabunumuz və biz bu sabunu yapışdıracağıq dibə. Yapışdırdıqdan sonra biraz üstünə azca su alırıq. Yılıq fasonda da biraz suya yapışdırdım dibinə ki, nəmlənsin, birazcık da yumuşalsın. Onsuz da deməli bu sabun yumuşaqdır. Azca, biraz da məncə bəsdir. Budur. Sabun mövzusu bağlanır və təqdimatı o cümlədən. Biraz burada qaşıqda qalıb, qalıqları üzümə çəkirəm. Budur. Və aftershave olaraq olacaqlar bizdə deməli biraz spirtli aftershave, yenə də çox hörmətli Orxan abi tərəfindən təqdim olunub ki, bəs təqdim edərsən, göstərərsən, test üçün verib. Deməli brutdur, long lasting, yəni ki, uzun müddət, yəni qoxu verən, bilmirəm indi. Bu kimi yazılar yazıblar. Görək bunun qoxusu, mən artıq qoxusunu bilirəm. Necədir, niyə? Çünki məndə brut var. Belə bir qablaşmada. Qoxuları birə-bir eynidir hər ikisinin. Eynidir, birə-bir. Burada artıq yazılıb ki, qoxusu muskdur. Çox güman ki, yəni ki, eyni səviyyədə olan aftershave-lərdir. Kifayət qədər belə musk qoxu belə çox güclüdür. Həm bunda, həm çox güman edirəm bu bağlamada, bu qablaşmada olan brutlar qoxudan artıq hiss olunur ki, birə-bir olacaq. Deməli, effektləri və növbəti aftershave deməli balzam təzə aldım. Bu yaxınlarda gördüm ki, bizdə bir marketplace-də deməli bunlar endirimdədir, bir çox mallar və dərhal belə bir Prorasol balzamı aldım, 11 manat neçə qəpik. Budur yoldaşlar. Ümumiyyətlə Prorasolun aftershave-ləri xoşuma gəlir, yəni demək olar ki, hamısı yaxşı, çox gözəldir, performansları falan. Sabunlar da pis deyil, amma biraz zəif, tez quruyurlar. Deməli, balzam olaraq olacaq, deməli, Prorasolun Dopa Rasturia, bu adı necə idi? Balzama Dopa Rasturia. Bilmirəm, yəqin ki, aftershave balm kimidir. Azur Lime, onu axtardım. Yəni, həqiqətən də qoxusu limon qoxusunu xatırladır. Burada aşağıda görürsünüz, limon lime yazısı var. Və görək. Sonda görəcəyik, bunu qoyaq qırağa. Elə. Və başlayaq yoldaşlar, başlayaq köpüyü yaradım mən tez bir zamanda. Çalışım danışmayayım ki, videonu maksimum dərəcədə salda bilim. Yəni ki, bu prosesi biraz belə deyək, 2-yə vuraq sürəti ki, sizin vaxtınız getməsin bu
Mən düşünürəm ki, bu mənasızdır burası qarşınızda bunu qatışdırmaq, amma düzdür, bir söhbət etsəm maraqlı keçəcək. Deməli, gəlin onda söhbət eləyək ki, vaxtımız tez getsin. Deməli, nədən danışaq? Gəlin hələ bu bizim əsas tıraşın əsas səbəbkarı olan Gillette Old Type haqqında. Deməli, Open.com-dur, yəni ki, açıq daraq tipli üz qırxanlarda iki tərəfli və adi, klassik, sadə biz tanıdığımız tiyələr yerləşir. Deməli, məhz bu deməli, satıcı Orxan abiyə deyib ki, bu model təsadüf edir 20-ci illə 29-cu illərə ərəfəsinə, amma mən görmüşəm, deməli, satışda, eBay-də falan da bu dizaynda və bu zahiri görünüşdə olan Gillette Old Type üz qırxanı deməli, buraxılış ili təsadüf edir 1918-ci illər. Sadəcə olaraq bircə bir sualım yaranır. Yəni o illərdən bəriyə, yəni ki, bu iki tərəfli tiyə axı bu tipdə deyildi və biraz mən şübhələnirəm bunu üz qırxanın 2020-ci illərə təsadüf etməyi. Çünki inanmıram ki, o illərdə biz tanıdığımız bu iki tərəfli tiyələr artıq mövcud idi. Var idisələrlə, yəni helənki bir üz qırxanlar olsa da belə, onlar poladdan olublar və kifayət qədər sərt oldular. Yəni ki, bunlar kimi belə elastik olmayıblar. Nə bilim, baba, indi satıcı deyib, bizə nə qalır, təkcə inanmaq. Biraz üzümüzü isladaq və köpüyü üzümüzə çəkək. Artıq danışmayacağım, söz verirəm. Yoldaşlar, deməli, köpüyü üzümüzə çəkdik. Porsu fırçanın performansı super idi. Tez bir zamanda həm köpüyü yaratdı. Üstəgəl gördüyünüz kimi yatma azad söhbəti yoxdur. Köpük kifayət qədər sıxdı üzümdə, yəni ki, sıxlığı kifayət qədər çoxdur. Ümid edirəm, tıraş da qəşəng alınar. Biraz istadaq ki, isinsin üz qırxanımız. Hiss edirəm bümünc materialdandır, yəni ki, latun adlı materialdır, bümüncə yaxın olan, yəni mislə müxtəlif başqa metalların qarışığıdır. Keçmişdə daha çox istifadə edilən bir, belə deyək, metalların qarışığıdır. Əsasən də üz qırxanlarda. Niyə? Çünki çox asanlıqla bunu deməli isidib, yəni ki, əridib, bir formaya verib, sonra hamarlaşdırıb belə üz qırxanları deməli bizim üçün tez-tez kameraya baxıram ki, fokus qaçmasın. Elə olur ki, fokus qaçır, belə biraz dumanlı çıxır video və hər dəfə ondan narahatam. Başlayaq, deməli, Old Type. Saqqalın deməli yaşı hardasa 3 gündür, 70 neçə saat, 70 saata yaxın, yəni ya 72 saat belə hardasa. Davam edirik yoldaşlar. Başlayaq bakimbartlardan, deməli böyümə istiqamətdə. Böyümə istiqamətdə elə də pis deyil. Tiyəni üzümdə hiss edirəm, ona görə təzyiqi minimum edirəm. Yaxşı ki, tiyə ikinci istifadədədir. Əks halda üzümüzü pis günə qoyardıq. Keçək o birisi tərəfə, bakimbartlardan. Bir şey yaxşıdır ki, hiss olunur. Belə kifayət qədər manevrli bir üz qırxandır. Bakimbartları çox asanlıqla gördüm və yerləri təyin elədim.
düşünürəm ki, bu istehsal olunan illərinə, yəni ki, o illərdə bu qədər bəlkə də ən konforlu üzqırxan olub. Çünki hələ o il mənim babam hələ ülgüclə qırxırdı üzünü. Amma ülgüclə qırxmaq hələ də xoş bir tıraş deyil. Yəni bıçağı siz dərhal üzünüzdə hiss edirsiniz. Və bu tipli deməli biraz təhlükəsizlik nəzər tərəfindən və yəni nöqteyi nəzərindən düşünsək kifayət qədər komfortlu qırxandır. Artıq yoldaşlar, bu sərhəddən aşağı məndə yəni çəksəm aşağı artıq böyümənin əksinə qırxıram. Mən fikir vermişəm, bir çoxları üzqırxanlar, blogerlər həmin bu hissəyə gələndə burada artıq belə qırxmaqla böyümənin istiqaməti qırxırlar, amma mən əzəldən belə vərdişəm, ona görə dərhal böyümənin əksinə qırxıram. Oh, dartdı. Onu siz də eşitdiniz və gördünüz. Az qalıb, deməli, birinci pərdənin sona yetməyinə. Budur yoldaşlar, deməli tıraş demək olar ki, birinci pərdə sona yetdi, nə deyə bilərəm. Tiyə öz, belə deyək, üzdə hiss olunur. Hiss olunur, yəni siz kontrol edə bilirsiniz. Amma R41-də kimi deyil, yəni ki, bu hissiyat o hissiyatdır ki, R41-də sadəcə olaraq tiyəni hiss edirsiniz. Burada tiyəni bilirsiniz ki, yəni əlinizi biraz o yüz bu yüz düz tutmasaz, yəni ki, çapıq salacaqdır. Kifayət qədər effektivdir. Bilmirəm, bir dənə də böyümə istiqamət edim, yoxsa əksinə gedim, görək hələ bir bu köpü üzümə çəkdikcə düşünüm o barədə biraz. Deməli, nə deyə bilərəm yoldaşlar? Deməli, bu üzqırxan daha çox kimin xoşuna gələr? Fatib və R41 həvəskarların əsl, belə deyək, onlara belə uyğun olan bir üzqırxandır. Mənim üçün deyil, mən daha komfortlu, daha sakit rejimdə keçən üzqırxma prosesi sevirəm, daha çox. Gördüyünüz kimi, bir-iki dənə çapıq buralarda salıb artıq qan çıxıb və biz gedirik böyümənin istiqamətinə, görək nə ilə nəticələnir. Çox ehtiyatla başlayaq.
Məncə yoldaşlar, deməli tıraşı bu ilə də bitirmək olar. Çoxlu mikro çapıqlar saldı üz qırxan. Amma kifayət qədər konforlu oldu. Yəni yer 41 kimi deyil. Əks istiqamətdə əgər bucağı düzgün saxlasanız, qapaqdan qırxsanız kifayət qədər konforlu qırxır, amma effektivlik heç yerə itmir. Effektivlik öz yerindədir. Ona görə də çapıqların sayı, yəni ki, siz gördüyünüz kimidir. Nəticə, bu problemli yerlər qırxdı. Biraz işləmək olar, amma dəyməz. Üstünə salar. Ona görə mən bir də getmirəm. Ehtiyat edirəm. Etmək də olar, etməmək də olar. Gəlin edək. Gəlin edək. Bir məqam da var. Hiss elədim ki, bu üz qırxan deməli köpüyü sevir. Yəni köpüksüz yaxın durmayın. Dediyim kimi üstə gəl çapıqlar alındı. Bu üçüncü taçapdan. Bu qədər. Tez bir zamanda üzümü sərin su ilə yaxalayıram. Gem lazım olmadı. Əsas məsələ oldu. Yəni gözləntilərimi aşdı. Yəni ki, pis alınmadı əslində. Üzümü yaxalayıb qaydıram. Mikrofonu yüzlədi. Budur, geridə qayıtdım sizinlə və Brut adlı losiyonu testdən keçirək. Bir daha təşəkkürlər Orxan abiyə. Bir neçə damcı. Fokusla necədir vəziyyət bizdə? Özümü fokuslayayım. Davam edirik. Yandırır. Bəli, burada daha çox boğaz tərəfləri istəyirəm. Amma belə dözülməz söhbəti yoxdur, normaldır. Qəşəng. Biraz da azca fərqlənir. Mənim deməli bu Brut losyonla bu Orxan abi təqdim elədiyi losyonlar. Birincisi, deməli, içində olan maye də yaşıl rəngdədir. Yəni, qallaşma kimi əlimdə gördüyüm fərq. Qalan qoxusu, muz qoxusu, yəni ki, və kifayət qədər belə sərt, belə üzə çarpan. Burada hamamdan çıxacağım bir neçə saatlar hələ bu qoxu qalacaq üzümdə. Tez bir zamanda quruyur, yəni yapışqanlıq falan yoxdur. Ümumiyyətlə tez bir, yəni spirti çoxdur, onu bildirir bu məqam. Və qış ayları üçün deyil, yəni ki, yayda daha məqsədə uyğun olar bunu qurudan spirtli aftershave losyonları istifadə etmək. Və keçək bizim balzamımıza. Proraso Lime. Gözlərim də görmür. Fokuslandı mı? Budur. Biraz sirkələdək. Burada dozator, yəni ki, böyük bir dənə belə qısadır. Yəni çox ehtiyatlı olun. Bu qədər mənə gəlir kifayətdir. Qapağı bağlayaq, qoyaq qırağa. Qəşəng qoxusu var. Bergamot, lime, belə qəşəng. Çox qəşəng qoxu var.
Prarasonun demək olar ki, bütün bu balzamlar falanların yəni eləsi yoxdur ki, mən deyə bilim ki, bunun performansı belədir, elədir, qoxusu falan, yəni qəşəngdir. Bircə sabun var. Biraz səviyyə aşağıda qiymətə baxan. Misal üçün Arkonu alırsınız, o krem Arkon. Eyni performanslı, o boyda pul vermək nəyə dəyər? Onu demək istəyirəm. Qəşəng, balzam çox qəşəng, performansı super, yəni ki, artıq o qıcıqlanmanı filanı yığışdırdı, getdi. Çox qəşəng, xoşuma gəldi. Losyon Brut, yaykın, musk qoxusu ilə Praraso balzam Azur Lime göy rəngindədir. Eyni belə deyək, bağlamada rənglənməsinə və Azur Lime yazılan saqqal üçün yağlar var. Yəni səhv edib onu almayın. Yəni dəqiq oxuyun ki, Aftershave Balm'dır. Yəni balzam deməkdir. Sonra sabunumuz. Sabunun və fırçanın performansı 5+. Deyirəm niyə? Tez bir zamanda köpük yarandı. Köpüğün sıxlığı kifayət qədər sıx idi. Bizi deməli bu köhnə üz qırxan, hansı ki kifayət qədər üzdə hiss olunurdur və effektiv idi, agresiv idi, qorudu. Yəni ki, çapıqların sayı minimum oldu. Gördüyünüz kimi sadəcə olaraq xırda nöqtələrdir, hansılar ki, heç gözə görsənmir və birazdan ümumiyyətlə əsər əlamətində heç bir belə böyük bir qan axma falan olmadı. Nəyin hesabına? Sabunun hesabına. Çox qəşəng sabun qoxusu falanı. Qoxusu çox qəşəngdir və ümid edirəm haçansa mən bunun həm böyük qabını alaram və losyonu o süd kimi olur adətən bu yaginin deməli sabun və aftershave-lər. Yəni ki, çox qəşəng. Qaldı fırçaya. Fırça deməli eyni bu sapla olan sintetik loftla olan da var yagidə. Donuz qılınan bu sapla yoxdur və two band, yəni iki halqa adlanan deməli silver tipdə yoxdur belə sap, ancaq two banddə var və düşündüm ki, biraz ekonomiya etməyim sintetik almağa, yəni birbaşa hələ endirimdə olanda aldım deməli porsukla olan loftu. Yəni çox razıyam, performansı mənim xoşuma gəlir, ümumiyyətlə bu təbii qılınan olan fırçalar xoşuma gəlir. Sintetikdən, düzdür, sintetik çox praktikdir, amma performansları da əladır, yəni ki, sözü yox, amma yenə də bilmirəm, bu mənim artıq psixomatik mənim istəyimdir ki, təbii qılınan olsun fırçalar. Deməli, fırça haqda danışdıq. Tiyələr, Gillette Blue Silver, yəni ki, çox stabil tiyələrdir. Misal üçün, Rapiradan fərqli olaraq və yaxud hansısa başqa bir, belə deyək, orta segmentə aid olan tiyələrdən fərqli olaraq stabildirlər, yəni ki, qutudan qutuya, bağlamadan bağlamaya, tiyədən tiyəyə fərqi yoxdur, performans hamısında eyni olur. Təxmini pis deyildi, ikinci istifadədə də, nə yaxşı ki, ikinci istifadədə götürdüm. Yəni, birinci istifadə olsaydı, nəticə, yəni ki, qan daha çox olardı, mən belə düşünürəm. Üz qırxana qalanda isə, yoldaşlar, bu tarixdir, bu, bilmirəm, indi Orxan abi üçün bu bingodur əslində. Yəni ki, belə bir üz qırxan kolleksiyada olmağı özü bir böyük bir işdir, onu əldə etmək, onu tapmaq, onu gətizdirmək falan və bizim bu verilişdə təqdim eləmək videoblogda çox sağ olsun, Allah razı olsun. Öz vaxtı üçün 1920-ci illərə gedəndə isə bu inqilabi bir üz qırxan olub, yəni ki, o vaxtlar bir tərəfli üz qırxanlar olub falan, yəni Gillette həqiqətən də böyük bir inqilab etmişdi o illər üçün. Bu iki tərəfli dəyişən tiyələrlə olan
üzqırxanları buraxmaqla. Çox təəssüflər olsun ki, indiki Gillette, bir dənə Gillette Kingsi var, o da Merkur 34 başlığın əlimsələnməsidir, yəni ki, sürətlidir, belə deyək. Və ümid edirəm ki, hansısa bir gələcəkdə biz qayıdacağıq bu klassik deməli, üzqırxanlara, iki tərəfli, harada ki, biz tiyəni dəyişə bilirik. Belə, bu tarixdir, açıq open-comp, performansı çox qəşəngdir. O illəri nəzərə tutsaq ki, o vaxtı kifayət qədər bundan qat-qat aqressiv belə ülgüclərlə qırxılan kişilər birdən belə bir üzqırxan meydana gələndə və meydan oxuyanda, yəni bu həqiqətən də bir çevriliş olub üzqırxmaq tarixində və kifayət qədər, yəni ki, mən sizə əminliklə deyə bilərəm ki, hal-hazırda belə, misal üçün, daraqla olan fatipi deyək elə özünü, bundan da çox çapıq salır, amma qırxdığı bir şey yoxdur. Burada həqiqətən də qırxır, yəni performans çox yüksək səviyyədədir. BBS-dir yoldaşlar, buralar tərtəmizdir, problemli yerlərim tərtəmizdir. Yəni o üçüncü haqq hesaba heç ehtiyac yox idi, sadəcə olaraq psixomatik məqamdır. Yəni performansı da çox xoşuma gəldi. Həqiqətən də o vaxtlar üçün bu, bilmirəm, yəqin ki, wow bir üzqırxan idi, yəni ki, mən belə düşünürəm. Mən bunu indi fırça ilə filanla, sabunla yuyub, qurudub, xüsusi bir məhlula salıb dezinfeksiya edəcəyim, qaytaracağım yəsinə. Başqa ayrı bir, bütün iştirakçıları mən haqqında danışdım, düşünürəm, videodan xoşunuz gələr. Əgər hər hansısa bir kommentiniz filanınız olsa, buyurun bu videonun altında komment bölməsində kommentləri saxlaya bilərsiniz. Üzqırxanı, yəni ki, o bir nəfər satırdı, bir dənə idi. Yəni eBay-də siz axtarışa verə bilərsiniz. Adnan Gillette deməli Old Type adlı üzqırxandır. Müxtəlif versiyaları var, müxtəlif saplarla filan, o artıq sizin zövqünüzə uyğun. Yəni baxın, onu yəni almaq istəsəz ancaq belə, yəni eBay-də əldən, yəni təzəsi yoxdur, yəni ki, daha buraxmırlar. Müəssisə buraxmır. Belə, yəni ki, ya gedib indi atacağam onun da keçidi dükana. Tiyələr mənə elə gəlir ki, ehtiyac yoxdur, onlar bizdə Bakıda da belə görmüşəm satılan 28 may tərəfdə dükanlarda, sonra nə deyim, fırçanın da mən deməli linkini ataram. Yəqin dükandır, yenə də AliExpress-də. Elə ProRaso'dur, bizdə burada bir marketdə satılır. Brutdakı xaricdən alınıb, o artıq yalan deyərəm, hardan alınıb. Çalışaram bir marketplace-i tapıb, xaricdəki onun sizə linkini keçidi tapsam atarım bu videonun ayarlar bölməsində. Bu qədər. Ümid edirəm hamınızın xoşuna gəldi bu video. Gələn görüşlərə də dostlar, sağ olun.